Həmişə zirvədə, həmişə medallar və kuboklar arasında gördüyümüz dünya çempionlarımız Novruz bayramı münasibətilə tam fərqli tərzdə tamaşaçılar qarşısına çıxdılar. Milli geyimdə, fərqli fotosessiyada. İdman ulduzlarımız ilk dəfə olaraq çox maraqlı layihədə bir araya gəldilər. Lap ola. İndi mən şaxım, belə çıxır. Şax İsmail. Lap yaxşı. Həm təşrif olundu, mən bəyənmişəm. Çox maraqlı oldu. İndi tamaşaçılar üçün də maraqlı olacaq. Yəqin məni o obrazda görmək. Çox maraqlı bir layihədir. Allah köməyiniz olsun. Kimin ki əziyyəti var, Allah. Tanıdınız mənəm. Papaq Kanzatda. Bu boyda papaq, bu boyda paltar nətər gəzib. Valla yaraşır bu. Hə. Amma gözəl geyimdir, qəşəng tikilib. Belə yəni özümü zaten köynək işlərdən hiss edirdim. İndi laf konkret olaraq oturmuşam bu giyimə. Həqiqətən belə deyim, rahat, normal. Yaxşıdır. Ürəyimcədir, bəli. Yəni açığı burada bir çox seçim böyüdü burada. Qədim şah geyimləri, nə bilim, kral geyimləri. Mən əslindəki milli geyim seçdim. Bəli, əlbəttə. Həmişə kimi. İlk dəfə idi ki, belə milli bir geyimdə geyindim. Buna görə də bu layihəni təşkil edən insanlara çox sağ olun bildirirəm ki, mənə dəvət elədi. Həqiqətən də maraqlı bir layihə idi. Novruz bayramı ərəfəsi Novruz və İgidlər adlanan layihə gerçəkləşdi. Modelyer Aygül Mahmudovaya məxsus milli geyimlərdə fotokameralar önünə keçən idmançılarımızın fotosessiyasından eksklüziv görüntülər Star Life-da. Mən xalqımıza Novruz bayramı münasibətilə təbrik eləyirəm. Bol-bol ruzi arzulayıram. İkincisi də biz bu layihəni mənə təqdim edəndə çox sevindim və burada bizim idmançılarımız, dünya səviyyəli idmançılarımız mənim milli kolleksiyamı nümayiş etdirdilər və çox sevindim. Doğrudan da çox gözəl bir layihə alındı. Mən bu layihənin qrim üzrə rəssamıyam. Mənə xoşdur bu layihədə işləmək. Yəni sənətçilərin milli geyimdə çox görüblər, amma idmançılarımızı bu geyimdə heç kim görməyib. Fotoqraf Asif Bəşirovun sözlərinə görə o Novruzun gözəl ənənələrindən ilhamlanıb. Novruz deyəndə milli adət-ənənə, milli dəyərlərimiz ilk ağla gəlir və burada ən çox da idmançıları da orada vurğulamaq olar. Bizə belə qərar gəldi ki, bu layihəni, bu bayramı idmançıların dili ilə fərqli bir obraza, belə deyək də, idmançıları həm obraza salmış ola bilək. Onu nəzərə almaq lazımdır ki, bu bəlli bir yarışlardan dolayı bəzi idmançılarımız bu layihədə iştirak edə bilmədi. Gələn idmançılara hamıya təşəkkür edirik. Layihəmizi dəyər verdilər, gəldilər. Bütün idmançılara təşəkkür edirəm. Bu maraqlı layihənin gerçəkləşməsində aktyor Qurban Məhsimovun prodüser kimi əməyi var. İdeya yəni çox maraqlı bir ideyadır. İdeya müəllifi Asif Bəşirovdur. Yəni gözəl fotoqrafımız. Yəni bilmirəm, onun bacardığı sənətlər çoxdur. Maraqlı bir təklif elədi və düşündük ki, bu işi təşkil edək və alınsın və idmançılarımızla işləmək bizə qürur verir. Çünki layihənin adını düşündük ki, eləyək İgidlər və Novruz. Bildiyiniz kimi müasir igidlərimiz elə bizim idmançılardır. Ona görə də idmançıların arasında, yəni bu igidlərin arasında xanımlarımız da var. Deyir, aslanın erkəyi dişisi olmaz. Bəs görəsən ölkəmizi yüksək səviyyədə təmsil eləyib bayrağımızı ucaldan idmançılarımız üçün fotokamera qarşısına keçmək çətin olmadı ki, məşhurluq və ulduzluq havası onlara da sirayət eləyib, ya yox? Əlbəttə ki, başqa ola bilməz. İdmançılar da Azərbaycanda maşallah idmançılar çoxdur, həm də hamısı ulduzdur.
Yox, lambiçka hesab eləmiz. Biz də ulduz deyirik, biz də sadəcə bir idmançıyıq. Azərbaycanın bayrağını uca tuturuq. Çalışırıq ki, bundan sonra da yüksəklərdə tutaq. Onu qıraqdan baxan deyə bilər. Yəni biz özümüzdə heç vaxt ulduz deməyimiz düzgün deyil. Siz onu daxildən hiss edirsiniz. Daxildən hiss eləmək yetər. Bunu ətrafa yəni bir uza verməmək də olar. Hər halda hiss edirəm. Ulduzluq insanın başını gizəlləndirə bilər. Olur, amma hamısını yox. Məsələ mənim yox. Çox adamı dəyişdirə bilər. Olur, hərdən olur. Elə insanlar var ki, məsələn, birdən-birə görmədiyi şeyi görəndə biraz çətin olur. Sonra yuxarıdan aşağıya belə baxmaq da biraz çətin, amma mənə elə gəlir ki, çalışmaq lazımdır ki, elə nə tər var, elə də olmaq lazımdır. Məşhurluq gicələndirə bilər. Deməzdim, açığı, mən belə deyək, efirə əvvəl çıxanda 2005-ci ildən televiziya sahəsində başlamışam çalışmağa, layihələməyə. Əvvəl müəyyən qədər biraz komplekslər olurdu. Daha sonra yəni bu kimi şey olmayıb və açığı deyim ki, efirlərdə mütəmadi olmağıma baxmayaraq, buna bir normal bir şey baxıram mən və ulduzluq həqiqətən sözün deyirlər ulduzluq xəstəliyi, ulduz xəstəliyi. Sözün həqiqi mənasında özünü belə aparan insanlara mən xəstə kimi baxıram. O insandan asılıdır. Bəli. Hər halda var. Nə deyirik? İdman ulduzlarımız bundan sonra da şöhrətlərinə şöhrət, qələbələrinə qələbə qatsınlar. Novruzumuz, ölkəmiz igidlərsiz olmasın. Belə, ümid edirik ki, darıxmadınız. Verilişimizə baxa bilməyənlər şənbə günü saat 10:20-də təkrarını izləyə bilər.